Hoş gördük əziz dinləyicilər. İstəyirəm bir maraqlı informasiyanı sizlə paylaşım. Bu maraqlı informasiya Mossad və Mossad rəhbərliyindən sızan məlumatlardır. Deməli, Mossadın İranda apardığı əməliyyat süni intellektdən də istifadə etməklə, sepahı çox ciddi izləməklə, onların dislokasiyalarını izləməklə, onlar kimi həyat tərzi keçirtməklə, onların bütün beyinlərində və bütün hərbi kəşfiyyat və sirlərini tamamilə uyğun şəkildə deməli öyrəniblər. Burada deməli açıqlama bundan ibarət ki, Mossad bildirir ki, biz cəmiyyət içindəki parçalanmalardan istifadə edib, milli bərabərsizlik çatlarından istifadə edib, düşmənin ən zəif yerinə içəriyə daxil olub və o ölkələrdə işlər görürük. Yəni biz cəmiyyətin zəif yerlərindən istifadə edirik. İranda da ki bilirsiniz ki, bu milli bərabərsizlik məsələsi, milli məsələ, aktual məsələdir və böyük məsələdir. Biz bundan danışanda kimlərsə bunu düşmənçiliklə qiymətləndirir, kimlərsə buna xəncər çaplayır ki, yox belə deyil, orada hər kəsin haqqı qorunur. Bax, sadə bir məsələdə mən demək istəyirəm. Bugün dünyada ən ağıllı millət İngiltərədir. İngilislər də, Anglo-Sakslar da imperiyasında günəş heç vaxt batmır, amma vaxt gəldi, vədə çatdıqda o saat öz imperiyalarını ruslar kimi davayla, qırğınla öldürərək, öz müstəmləkələrini özünə düşmən eləyərək yox, əksinə öz müstəmləkələrini özünə qardaş və dost eləyərək oradan ayrıla bilən böyük bir imperiyadır İngiltərə, həqiqətən İngilis ağlı. Və yaxud da İngiltərə özündə Şotlandiyaya müstəqilliyi vermiş, Uelsə müstəqilliyi vermiş, Şimali İrlandiyaya haqqını tanımış bir ölkədir. Və yaxud da milləti İspanlardan olan, İspaniyanın bir hissəsi olan Cəbəli Tariq, İspanlar vəsadat qaldırırlar ki, bəs onlar bizimdir, onlar bizə deyir, problem yoxdur. Bir referendum keçirir. Referendumda İngilislər qalib gəlir. Niyə? Bilirsiniz niyə? Heç vaxtı İngilislər onların haqqını əlindən almıyor. Onların bayrağını da tanıyır, müstəqilliyini də tanıyır, hər bir mənada yardım da edir. Heç bir milli mədəni boşluq və çat buraxmır. Bax, İngilis ağlı budur. Böyük Britaniyada o qədər iqtisadiyyat güclüdür ki, o Şotlandiyaya müstəqillik verməyə də bilərdi. O elsə müstəqillik verməyə də bilərdi. Avstraliyanı hələ də öz müstəmləkəsində saxlaya bilərdi. Hindistanı da, Pakistanı, hamı yalvarır, hamı İngiltərəyə gedir. Bu günlərə Londonun meri Rishi Sunak Hindistanlı olur. Yəni Şotlandiyanın meri Yosef Pakistanlı ola bilir. Baxın, görürsünüz. Bizimkilər də bir dənə Rusiyaya gediblər, bir dənə xiyar satırlar deyə orada az qala başımıza dırmaşarlar ki, Rusiya bizim qardaşımızdır. Baxın müstəmləkələrin mərkəzlərinə, o müstəmləkə mərkəzləri belə olaraq o xalqları qucaqlayır. Bugün nə qədər İngiltərədə Hindistanlı və Pakistanlı yaşayır. Gəlirik İrana. Baxın, milli münaqişələrin problemini yaradı bu müsəlman dünyası. Bu İran. Min illərlə sənin tarixi yazan Azərbaycan xalqına hələ də mədrəsə verməmisən, hələ də öz dilində təhsil almaq imkanı vermirsən. Bəlucu milli azadlığını tanımırsan, özün də bir şey deyilsən, nə mədəniyyətin var, nə iqtisadiyyatın var, nə bir ortada bir konsepsiyan var, amma orada bir Bəlucun da haqqına gir, Azərbaycanlının da haqqına gir, Kürdün də haqqına gir. Bax, gördünmü? Sən hansısa milli, mədəni və yaxud da millətin haqqına girdikdə səni parçalayıb, səni didib didişdirəcəklər. Bugün Kürd silahlanır ki, səni öldürsün. Bugün Azərbaycanlı silahlanır ki, səndən Güney Azərbaycandan qopulsun. Bugün Bəlucular səndən dini və onlar sünnidirlər. İstəyir ki, səni öldürsünlər, səni məhv eləsinlər ki, ayrılsınlar. Hamı sənə nifrət eləyir. Niyə? Çünki sən onun heç bir haqqını tanımırsan. Yalnız fars, biz varıq, belə deyil. Sən yoxsan, hər kəs var orada. Ona görə hər kəsin haqqını tanımaq lazımdır. Mən Mossadın verdiyi bu ibrətamiz deməli mövzunu istədim sizinlə də danışam ki, baxın, budur. Hər bir xalqın milli mədəni haqqını tanımaq lazımdır ki, o xalq sənə düşmən kəsilməsin. Çünki düşmən o çat yerlərdən, o zəif yerlərdən sızar və səni bir gün məhv edər. Bugün İranda olan bu bərabərsizlik, millətlərə verilməyən haqlar bugün düşmən kəsilib İranın öz başında sınır. Generalları 15 gündə öz generallarını dəfn edib qutara bilmirlər. Və hər gün sənin ali dini lider və də dilləkəşisən, yazıqsan, səni təhqiramiz şəkildə öldürə bilərdi. Baxın, görürsünüz, bax bu düşmənçilikdir. Bu millətlərin haqlarıdır ki, bu günləri gəlib İran rejiminin, İran molla rejiminin başına domokl qılıncı kimi dəyir və onu titrədir ki, bax, gördünmü? Sən bugün bu millətin haqqını yedikdə, bir gün o millət sənə düşmən kəsildikdən sonra bir dənə də ətrafında dost tapa bilməyəcəksən. İndi hər bir millət səni necə parçalayım deyə
haqqında düşünür. Təşəkkür edirəm və hər bir şəxsin haqqında tanımalıyıq. Azərbaycan özü də şükürlər olsun ki, Azərbaycanda nə kürdün, nə talışın, nə ləzginin, türkün problemi yoxdur. Bir dənə problem var. Hamımızın problemi eynidir, yaşaya bilmirik. Bir dənə problem budur. Milli problemlərimiz şükürlər olsun Allah ki yoxdur. Çünki bir-birimizi çox istəyirik və bir-birinizi sevin. Bu məsələləri düşünün. Təşəkkür edirəm diqqətinizə görə.